Salam, sizlərə maraqlı olan suallar barədə şərh bölməsində qeyd edə bilərsiniz. Bugün sizlərə balıqların qan dövranını izah edəcəyim. Balıqların qan dövranı qapalı qan damar sisteminə malikdir. Ürək iki kameradan təşkil olunmuşdur, qulaqcıqdan və mədəcikdən. Ürəyə bir ədəd vena damarı daxil olur və ürəkdən bir ədəd qarın aortası çıxır. Ürəyə daxil olan vena damarı venoz qan gətirir. Ürəkdə yalnız venoz qan olur, yəni çəkili qan, yəni karbon qazı ilə zəngin olan qan. Ürəkdən qarın aortası çıxır və qarın aortası da venoz qana malikdir. Qarın aortasından sonra qəlsəmə gətirici arteriyalarla qan qəlsəmələrə gəlir və qəlsəmə gətirici arteriyalarda həmişə venoz qan olur. Qəlsəmədə isə suda həll olan oksigen vasitəsilə venoz qan arterial qana çevrilir. Arterial qan daha sonra qəlsəmə çıxarıcı arteriyalara yığılır. Deməli, qəlsəmə gətirici arteriyalarda venoz qan olur, qəlsəmə çıxarıcılarda isə arterial qan olur. Buradan bel arteriyasına verilir qan, arterial qan, orqanları, quyruğu, daxili orqanları, eləcə də başı arterial qanla təchiz edir. Daha sonra orada arterial qan venoz qana çevrilir və yenidən vena damarları vasitəsilə ürəyə daxil olur. Ürəkdə olan qan venoz qandır, qapalı qan dövranıdır və bir qan dövranı var.